Vətəndaş şikayəti mövzusunda Milli TV vasitəsilə Prezident İlham Əliyev cənablarına müraciət edən Səfərova Saadət Soltanəli qızı bildirir ki, 2023-cü il tarixindən Ali Məhkəmənin tam qanuni qüvvəyə minmiş qərarının icrasını 3-cü ildir ki, Suraxanı rayon icra şöbəsi cavabdeh olan Qocayev Rüfət Rafiqoğluna ödətdirə bilmir. Vətəndaş müraciətində onu da bildirir ki, dəfələrlə icra prosesinə əməl etmədiyindən cavabdeh Qocayev Rüfət Rafiqoğlunun inzibati tənbih edilməsi üçün Suraxanı icra şöbəsi tərəfindən Suraxanı rayon məhkəməsinə təqdimat verilsə də, hər dəfə Suraxanı rayon məhkəməsinin hakimləri müxtəlif bəhanələr gətirərək Qocayev Rüfəti məsuliyyətdən yayındırıblar. Belə proseslərdən biri də sonuncu dəfə 4 fevral 2026-cı il tarixində Suraxanı rayon məhkəməsində hakim Rızayeva Nərminə Cahangir qızının sədrliyi ilə baxılan işdə hakim Nərminə Rızayeva müxtəlif bəhanələr gətirərək cavabdehi məhkəmənin qanuni qüvvəsini almış icrasını icra etməyən Rüfət Qocayevi yenidən inzibati tənbih məsuliyyətdən yayındırdı. Keçirilən məhkəmə prosesində iştirak edən şikayətçi Saadət Səfərova daha nələri bildirdi? Hörmətli prezidentimiz, müraciət edirəm sənə bir ana kimi, bir Azərbaycan qadını kimi. 2021-in 11-ci ayında Rüfət Qocayev Rafiqoğlu bizdən 220 min əlbəhər pul alıb iş qurmağa. Bu işi də Ali Məhkəmənin də qərarı var, baxa bilərsiniz bu şəkildə bax. Bunu Suraxanı rayon, Qərəzli rayonda mənim heç oradan xoşum gəlmir. Nə də harada ərzə veririk, ora gəlir cavab. Nə var oradan acığım gəlir. Ona görə ki, qanunsuzdur, qanuna baxmırlar. Dəfələrlə orada məhkəməmiz olub, işimiz olub. Kazımov Rasim Sədir, Rızayev Nərminə xanım özü yayındırdı. Ülfətin adından o pulu yayındırdı məhkəmə salonunda. Niyə? İcrası gətirib əlində sənəti ki, belədir, elədir, belə verməlidir. O qız yayındırdı, hakim yayındırdı. Ali məhkəmənin qərarı ola o işə baxmadı, göz yumdu. Niyə? Səbəb nədir qızım? Səbəb nədir? Orada da dedim dəfələrlə bax. Hələ mən belə deyirəm, bu belə deyir. Mən belə deyirəm, bu düz deyir, hakimdir, hüququ var. Amma düzgün baxsın da, orada düzgünlük yoxdur. Dəfələrlə Suraxanı rayonunda məhkəmə olub. Məhkəmə hələ yanında direktor da Ülfət idi, pulumuzu alan da Ülfət idi, payçı olan da biri biz idik, biri o. Yanında ola göz yumurdu hər sözə. Mən az qalırdı orada həqiqətən ürəyim partiyaya ki, bunu niyə dindirmir canlı insat. Əlimlə pul vermişəm. Güya Sabah Tikinti şirkətinə 25% bizi pay eləyəcəkdi. Nə axşam şirkəti oldu, nə Sabah şirkəti. 220 min pulumu istəyirəm, məhkəmə də göz yumur. Bildirmək istəyirik ki, şikayətçi olan Səfərova Saadət Soltanəli qızı Suraxanı rayon məhkəməsinin hakimi Nərminə Rızayevanın çıxardığı qərardan narazılığını onunla izah edir ki, 3 ildir Ali Məhkəmənin qanuni qüvvəsini almış işlə bağlı borclu olan Rüfət Qocayev Suraxanı rayon icra şöbəsinin təqdimatına əsasən inzibati tənbih olunması üçün məhkəməyə çıxarılsa da, Suraxanı məhkəməsinin hakimləri min bəhanə ilə hər dəfə Rüfət Qocayevi inzibati məsuliyyətdən yayındırıb. Onu da bildirmək istəyirik ki, baş verənlərlə bağlı şikayətçi Prezident İlham Əliyev cənablarına yazılı müraciət edərək Suraxanı məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayətini nəzarətə götürülməsini xahiş edir. Qeyd edək ki, 27 fevral 2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Rüfət Qocayevin inzibati tənbih olunması ilə bağlı məhkəmə prosesi keçiriləcək.